Bütün bu zona patoloji zonadır. Sağlam zona budur da. Sağlam zona budur. Qara rəngə boyanan zonalar sağlam zonalardır. Bu isə artıq patoloji zonadır. Deməli, HPV pozitivdir, 33-lə 50 neçə. Pap testi götürdük. Mən bir də onu demək istəyirəm ki, istər lipi ilə, istər konizasiya ilə mütləq uşaqlıq boyunu rənglənməlidir, sonra olunmalıdır ki, sərhədləri biləsən, tam götürdüyün ya yox. Yəni, adi vəziyyətlə, adi gözlə baxıb, lip eləmək, konizasiya eləmək bu düzgün yanaşma deyil. Bəzən rənglənməmiş olunur və patoloji zona qalır, sonra başlayır yenidən öz sahəsini artırmağa. Yəni, rəngləyirik, baxırıq, harada qurtarır, eləmi? Sağlam zona. Və sağlam toxuma sərhədində biz buranı işləyirik, kəsib götürürük. Yəni, rəngləmək lazımdır. Lipdən və ya konizasiya eləməmişlərlə. Belə canımsan, böyük zonadır.